Salam, sabahınız xeyir olsun. 14 may 2026-cı il tarixidir. Yaz fəslinin 56-cı, Zülqədə ayının 27-ci günüdür. Zülqədə ayının sonuncu həftəsinin sonuncu 4-cü cümə axşamı günüdür. Hər birimizə salam olsun. Hər birimizin günü can sağlıqlı, xoş firavan olaraq keçmiş olsun. 14 may günündə kimlər ki işləri arxasınca gedir, iş yerlərində, ofislərində işləri ilə məşğuldurlar, evlərində, evdarlıqları ilə, ev işləri ilə məşğuldurlar. Hər birinə can sağlığı, iş abadlığı, bol ruzili, bərəkətli, xoş xəbərli, sülh-əmin-amanlıqlı bir gün keçirməyi arzu edirəm. Bununla yanaşı 14 may günündə təhsili ilə məşğul olanlar, məktəblilər, orta ixtisas, ali məktəb tələbələri və digər təhsili ilə məşğul olan şəxslərə can sağlığı, zehin açıqlığı, yol açıqlığı arzu edirəm. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün əhəmiyyətli, faydalı kadrlar kimi yetişmələrini arzu edirəm. Bununla yanaşı 14 may günündə kimlərin rəhmətə gedənlər var. Allahdan rəhmət diləyirəm, qalanlarına səbir diləyirəm. 14 may günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid, qazi, əskər ailələrini salamlayıram. Eləcə də Azərbaycan ordusunu salamlayıram. Can sağlıqlı, sülh-əmin-amanlıqlı, xoş xəbərli bir gün keçirmələrini arzu edirəm. 14 may günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. Bununla yanaşı 14 may günündə də tarixi günlər vardı. 14 may 1643-cü ildə 4 yaşlı 14-cü Lidovikin atası 13-cü Lidovikin ölümündən sonra Fransa kralı olduğu gündür. 14 may 1811-ci ildə Paragvay İspaniyadan müstəqillik əldə etdiyi gündür. 14 may 1863-cü ildə Amerikada vətəndaş müharibəsinə Jackson müharibəsi başladığı gündür. 14 may 1940-cı ildə isə deməli 2-ci Dünya müharibəsində Almaniya hərbi hava qüvvələrinin Rotterdam bombalaması nəticəsində Niderland Almaniyaya həmin gün təslim olduğu gündür. Bununla yanaşı isə 14 may 1955-ci ildə isə demək komünist deməli blokuna daxil olan 8 ölkəni birləşdirən İttifaq Varşava müqaviləsi İttifaqı, yəni təşkilatı yaradıldığı gündür. Bununla yanaşı isə 14 may 1970-ci ildə isə Almaniya Federativ Respublikasında Qırmızı Ordu fraksiyası adlı terror təşkilatı yaradıldığı gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.